O bir çox göstəricilər ilə dünya siyasi liderlərini üstələyib. Fidel Castro 49 il Kubaya liderlik etməklə tarixə ən uzun ömürlü siyasətçilərdən biri kimi düşüb. Castronu digər siyasətçilərdən fərqləndirən cəhətlərdən biri də güclü yaddaşa və son dərəcə cəlbedici nitq qabiliyyətinə malik olması olub. Kuba lideri saatlarla kütlələr qarşısına çıxış etməkdən yorulmayıb. 1986-cı ildə isə Kuba Komünist Partiyasının 3-cü qurultayında onun çıxışı 7 saat 10 dəqiqə davam edib. Bu saatlar ərzində Castro bir dəfə də olsun yazılı məruzədən istifadə etməyib. Fidel Castro'nun daha bir rekordu ona qarşı edilən sui-qəsd cəhdləri ilə bağlıdır. Rəsmi iddiaya görə Kuba liderini fiziki cəhətdən məhvinə 638 dəfə cəhd edilib. Hətta bu rekordla bağlı Castro'nu öldürməyin 638 üsulu adlı sənədli film də çəkilib. Fidel Castro təkcə bu və digər faktlarla fərqlənməyib. O şəxs həyatında da bir sıra rekordlara imza atıb və uzun illər bu faktlar gizli saxlanılıb. Ümumiyyətlə, Castro heç vaxt mətbuata şəxs həyatı haqqında heç bir açıqlama verməyib. Əksinə, jurnalistlərə bu mövzuya toxunmağı qadağan edib. Siyasi fəaliyyətimlə bağlı nə istəyirsiniz yazın. Bu sahədə mənim heç bir sirrim yoxdur. Bütün suallarınıza ətraflı cavab verməyə hazıram. O ki qaldı mənim şəxsi həyatıma, bu şəxsidir. Mənim şəxsi şərəf məsələmdir. Ona toxunmaq olmaz. Mən buna icazə vermirəm. Sonralar məlum olub ki, Azadlıq adasının liderinin şəxsi şərəfi kifayət qədər qaranlıq məqamlarla zəngindir. Bu haqd açıqlamaları isə onun yaxın ətrafında olanlar verib. İlk dəfə Castro'nun şəxsi həyatı ilə bağlı 2008-ci ildə New York Times qəzeti böyük səs-küyə səbəb olan yazı dərc edib. Castro'nun hökumətinə qəzetə müsahibə verən keçmiş məmurlardan biri qeyd edib ki, Kuba liderinin həyatında 35 min qadın olub. Sözsüz ki, belə bir rəqəmi dəqiq söyləmək mümkün deyil. Amma Castro'nun qadınlara qarşı münasibəti keçmiş məmur ən xırda detallarına qədər açıqlayıb. Fidel Castro'nun yatağında gün ərzində ən az 2 qadın qonaq olub. 40 il bu belə davam edib. Bu məsələ onun xüsusi adamları tərəfindən ciddi rejimə salınmışdı. Günorta fasiləsindən və şam yeməyindən əvvəl Castro qadınlara yatağa gətirirdi. Bəzən o səhər yeməyindən əvvəl də qadın sifariş verirdi. Castro'nun bioqrafiyası onun yalnız bir dəfə rəsmi nikahda olduğunu qeyd edir. O 1948-ci ildə Mirta Diaz Balarta ilə ailə həyatı qurub. 1949-cu ildə cütlüyün bir oğlu dünyaya gəlib. 1955-ci ildə onlar rəsmi olaraq ayrılıblar. Mirta oğlunu da götürərək Kubanı bir dəfəli tərk edib. Ana və oğlu İspaniyada məskunlaşıblar. Hələ Mirta rəsmi nikahda olarkən Castro başqa bir qadınla sevgi macərası yaşayıb. Onların münasibətləri rəsmiləşməsə də bu cütlükdən də Alina adlı bir qızı dünyaya gəlib. Bu münasibət də uzun sürməyib. Sonralar Alina Kubadan Avropaya köçəndə atasının siyasi fəaliyyəti haqqında sərt açıqlamalar verib. Daha sonra Castro'nun qismən uzun müddətli qeyri-rəsmi həyat yoldaşı Dalia Valle olub. Bu qadın Kuba liderinə 5 oğul bəxş edib. Castro'nun uşaqla nəticələnən sevdası bununla bitməyib. Onun Jorge adlı oğlunun, Fransisk adlı qızın anaları isə kim olduğu bəlli deyil. Fidel Castro'nun şəxsi həyatı ilə bağlı daha maraqlı açıqlamaları 17 il onun can güdəni olan Juan Reynaldo verib. Onun bu haqda Fidel Castro'nun İkili Həyatı adlı kitabı da çıxıb. Kitab bu cümlələrlə başlayır. Fidel Castro mənim üçün Allah idi. Mən onun yolunda ölümə də hazır idim. 17 illik xidmətindən sonra bir hadisə mənim bütün fikirlərimi dəyişdi. Mən bir dəfə Castro'nun Kolumbiyalı narkotacirlərlə söhbətini, sövdələşməsini eşitdim. Onda anladım ki, bu illər ərzində həyatımı da qurban verməyə hazır olduğu Fidel Castro'ya Allah kimi baxmağım yanlışdır. 49 ili hakimiyyətdə olduğu dövrdə həmişə hərbi səhra formasında görünən, siravilərlə sadə dildə ünsiyyət qurmağı bacaran Castro özü haqqında xalq lideri təəssüratını böyük ustalıqla yarada bilib. Amma onun şəxsi həyatı siravi Kuba vətəndaşlarının həyatından qat-qat fərqlənib. Juan Reynaldo öz kitabında bu məsələyə də geniş yer ayırıb. Fidel Castro saysız-hesabsız mülklərə sahib idi. Cayo Piedro adası da ona məxsus idi. Onun ən böyük villası da orada yerləşirdi. Bu adada Castro'nun əyləncəsi üçün bütün şərait yaradılmışdı. Onun şəxsi qarajı da məhz həmin adada idi. Bu ada kiçik bir şəhəri xatırladırdı. Sahildə isə Castro'ya məxsus yaxta həmişə hazır vəziyyətdə dayanırdı. Bu yaxtanı Castro'ya Leonid İliç hədiyyə etmişdi. Castro'nun şakirlərindən biri də bahalı saatlar idi. Onun zəngin saat kolleksiyasının ümumi dəyəri milyonları keçirdi. O saatlara qarşı o dərəcə həris idi ki, 1963-cü ildə SSRİ-yə qolunda 2 Rolex ilə getmişdi. Sözsüz ki, 2 saatlı Castro jurnalistlərin diqqətindən yayınmamışdı.
və o bu görməmişliyini saatların birinin Havana, digərini isə Moskva vaxtını göstərir deyə mətbuat nümayəndələrinə aydınlıq gətirmişdi. Yəqin ki, Azadlıq adasının yarım əsrlik lideri elə bu zəngin həyat tərzinə görə jurnalistlərə şəxsi həyatı haqqında yazmağa qadağan edib və yəqin ki, Castro elə şəxsi şərəfini də məhz maddi zənginlikdə görüb.